Dövlət Su Ehtiyatları Agentliyi Salyan, Neftçala və Sabirabadda 106 min hektardan çox əkin sahəsində su təminatını yaxşılaşdırır. İşlər çərçivəsində Salyandakı nasos stansiyanın avadanlıqları yenilənib, Neftçalanın Boyat kəndində isə 7300 metrlik kollektor lildən təmizlənir. Görülən işlər torpağın münbitliyini artırmaqla yanaşı, quruntularının sahələrdən tez kənarlaşmasını təmin edir. 25 ədəd nasos stansiya fəaliyyət göstərir. Nasos stansiyanın ümumi gücü 12.900 kilovatdır. Nasos stansiyalarda elektrik enerjisi ilə işləyən 80 aqreqat mövcuddur. İdarəmiz 7 ay ərzində 10 ədəd nasos stansiyada cari təmir işləri aparmışdır. Belə ki, nasos stansiyada daş örgü işləri, suvaq işləri, fasadların ağardılması və dam örtüşlərində təmir bərpa işləri başa çatdırılmışdır. Nasos aqreqatlarından 40 ədədində cari təmir işləri, elektrik mərkəzlərindən 29 ədədində cari təmir bərpa işləri həyata keçirilmişdir. İdarə tərəfindən cari ilin 6 ayında Salyan və Neftçala rayonlarında 228 kilometrlik şəbəkə lildən təmizlənib. Həmçinin körpülərdə borular yenilənib, dəmir beton və döşəmə bərpa işləri aparılıb. Aparılan mütəmadi lildən təmizləmə işlərinin nəticəsində torpağın münbitliyi artmış və qurun suyunun minerallıq dərəcəsi 4 qram litrə qədər aşağı enmişdir. Nasos aqreqatları vasitəsilə 440 milyon kub metr qurun suları dənizə ötürülmüşdür. Bunun nəticəsində 1,9 milyon zərərli durdular əkin sahələrindən kənarlaşdırılmışdır. Hazırda Salyan rayonunun müxtəlif ərazilərində lildən təmizləmə işləri davam etdirilir. Görülən meliorativ tədbirlər nəticəsində torpağın münbitliyi artır, bu da ərzaq bolluğuna səbəb olur.